Belə deyərdim, ümumiyyətlə kök hüceyrəni tətbiq edəndə ən əsası vena daxili, dediyim kimi, immun sistemlə bağlı da belədir, vena daxili. O zədələnmiş nahiyəni özü tapıb bərpa edir. Həmin orqanizmdə hansı nahiyədə problem varsa, məsələn, immun sistemi aşağıdırsa, yenə də orada həmin nahiyədə regenerasiya gedəcək və hətta biz bunu şəkərli diabet xəstələrində də ikinci tip şəkər, birinci tipdə də olur, ikinci tip zaten şəkərli diabet sağalması bilirik ki, mümkün olmayan bir xəstəlikdir. Amma ən azından bu xəstəliyin fəsadları çoxdur. Nə ola bilər? Böyrəkdə, retinopatiya gözdə, nefropatiya böyrəkdə olan dəyişikliklər və yaxud ayaqda diabetik pəncələr, xoralar və o xoraların bilirik ki, nekroz kimi bütün nahiyyə yayılması, amputasiyaya qədər, yəni həmin nahiyənin kəsilib atılmasına qədər gətirib çıxaran problemlərdir. Bu xəstələrdə belədir. Biz, yəni nədir? Şəkərli diabet də immun sisteminin aşağı olan orqanizmdə yaranan və şəkərli diabet olan xəstələrdə mütləq şəkildə immun sistemləri normal orqanizmdən qat-qat aşağıdır. Ona görə bu xəstələrdə biz tətbiq etməyimiz kök hüceyrə bəzən pasientlər soruşur, doktor, bunu köçürəcək, artıq şəkərli diabet xəstəsi olmayacam. Xeyr, belə deyil. Yenə də şəkərli diabet olaraq pasient qalır, amma immun sistemi güclənir, bu ağırlaşmaların qarşısı alınır, artıq xəstədə bu nefropatiya olsun, retinopatiya olsun, xoralar, yəni biz təhsil alarkən, mən dördüncü kursda oxuyarkən biz sırf damar şöbəsində praktikadaydıq. Yəni inanın ki, gündə onlarla amputasiya görürdük. Yəni çox həqiqətən də, yəni o yaşda vəbşi pis təsir edir insana. Çox, yəni bugünkü gün şükürlər olsun ki, xora varsa belə biz onu kök hüceyrələrlə bərpa edə bilərik. Amma xora olmasın deyə də, yəni öncədən etmək daha əlbəttə ki, bəli, məqsədə uyğundur. Bunu pasientlərə hər zaman mən istər efirdə, istər yanıma prosedura gələndə izah etməyə çalışıram ki, bunu etsək daha yaxşı olar. Sadəcə bizim, belə deyərdim, bizim millətimizdə bir şey var ki, tam son dönəmdə müraciət etməyə meyillidirlər. Bəli, hətta üzlə belə ləkə ilə gələn, düzdür, bəzən pasient baxıram ki, bir neçə həkim gəzibdi, gəlibdi, yəni gedibdi, müalicədə olubdu, sadəcə nəticə alınıyıbdı. Bəli, yanlış yerlərə, istər ləkə, istər səpki və s. Orada pasiyentin bir günahı yoxdur. Sadəcə o da nəyəsə aldanıb gedibdi. Yəni bunu pasiyenti qınamaq olmaz, amma bəzən isə pasiyentlər var ki, hələ yaşım 50-dir, 60-da bir prosedur edirəm. Bunu deyən pasiyentlər də vardı. Yəni burada artıq mən pasiyentə hardasa bir az miqdarda da olsa bir günah görürəm ki, yəni özümüzə baxırıqsa, istər dərimiz, bizim bir orqanımız, istər daxili orqanlar mütləq şəkildə vaxtında ən az bir rahatsızlıq hiss etdiyimizdə müraciət etməliyik ki, bu zaman həm daha az müalicə tətbiq olunur, həm məsrəf cəhətdən də daha az olur, həm də ki, orqanizmimizdə də yerilən dərman maddələri miqdarı da bir o qədər az olur.